xəbərlərimizdən bəzilərini çatar. Trump, deməli Putin nə deyirsə okey deyir, deməyə çalışır. Amma sonunda Ukraynanın ərazilərindən, bilirsiniz nətər, uzun söz, bugün dünya mətbuatı nə yayıb, bilirsiniz? Bütün dünya mətbuatı bugün yayıb ki, özü faktlarla, dəlillərlə, əvvəl gəlir elə ötər faktlarla, dəlillərlə, mən sizə burada göstərməyə çalışaram. Faktlarla, dəlillərlə bütün dünya mətbuatı bugün ancaq onu yayıb ki, Trump Putinin ajanıdır, kəşfiyyatçısıdır. Rusiya kəşfiyyatçıdır və Putinə xidmət edir. Bütün dünya mətbuatı yayıb ki, hətta onun vitse-prezidenti var ya, o cavan uşaq o, Petiyə oxşuyur, vitse-prezidenti. Onun vitse-prezidenti belə, o da KGB ajanıdır. Dəyərli vətənlər, sadəcə bu materialları mən atmışdılar, bu danışdığım telefondadır. Buna biraz tez adı boy verib sizə göstərəcəyəm. Yəni, biləsiniz ki, bütün dünya mətbuatı, Almaniya, Fransa, Avropa, dünya mətbuatı ancaq bunu paylaşıb, özü subutlarla, dəlillərlə. Trump Rusiya kəşfiyyatçısıdır və indi bunun Trump'ı gözləyir. Məncə Trump bunu Amerika xalqı belə qoymaz qardaş. İndi xalqı aldadıb gəlib ortaya çıxdı ki, sən xainsən. İmpiçmentdənmi, etimadsızlıqdanmı? Artıq xəbəriniz olsun xəbərdən. Bu da danışdığımda bu telefondadır. Artıq rəsmi xəbərlərdə dünyada sizin də qabağınıza çıxırdı. Çox güman ki. Bütün dünya mətbuatı yayır. Yəni, Trump'ın öz partiyası belə, öz partiyasının deputatları deyə də, yəni kongresmenləri, öz partiyasının kongresmenləri belə deyir ki, bəyanat veriblər ki, Trump Ukraynaya hərbi dəstəyi dayandıra bilməz. Əgər dayandırarsa, məhkəmədə görüşəcəyik, məhkəməyə verəcəyik. Baxın, adamın öz partiyası belə, partiyanın deputatları belə, hələ bilirsiniz, yarıdan az hissəsi respublikaçılardır, yarıdan az hissəsi demokratlardır, Bideninkilərdir, yarıdan az hissəsi. Yarıdan çox hissəsi, birisi 51%-lə gəldi. Yarıdan biraz 5-6 deputat sayından, 10-15 deputat sayından bu Trump'ın partiyası kongresdə daha çox yer tutur. Və kongres öz deputatları belə hamılıqla deyir ki, Trump artıq Rusiya ajanı olduğu ortaya çıxıbdır. Trump ölkənin kəşfiyyatını dağıtdı. Trump Amerikanı yalnız qoydu. Trump Amerikanı uçuruma aparır. Ukraynaya silah dəstəyi də dayanarsa, bu da qırmızı cizgidir, biz verəcəyik məhkəməyə. Öz partiyası verir məhkəməyə. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, nəsə bir zibil çıxır, ya Trump'ı vuracaqlar, ya Trump U dönüş eləyib tamamilə dəyişəcək, Rusiyaya ən ağır zərbə vuracaq. Mən 90% buna güvənirəm ki, may ayında zadda Trump, apreldə olmasa da, aprel sonu mayda ən ağır zərbəni Rusiyaya vuracaq, sanksiyalarla hər şey eləyəcək. Ya da Avropanın ən böyük güclü, ən güclü ordu ilə Avropa onunla məşğul olacaq. Trump da Avropa ilə vəziyyəti qaydasına salaraq, Rusiyaya sadəcə sanksiya verərək, Avropanın yanında olduğunu hiss etdirərək, Çinlə mübarizə, İran və Çinlə mübarizə aparacaq. Mən belə hiss edirəm. Ancaq görünən hələ ki odur ki, görünən ya Trump belə gedərsə, Trump'ı yaşatmayacaqlar. Gördünüzmü, Trump'ın 2-3 versiyada Simpsonlar, 2-3 versiyada Simpsonlar Trump'ı tabutda göstərib. Tək bir kadrda yox, bir neçə kadrda. Və ya Trump'ı məhv eləyəcəklər, ya da vəzifədən kənarlaşdıracaqlar. Zelenski, deməli, Zelenski yenə atqaz elədi. Zelenski yenə görüşə getməyə atqaz elədi. Balaca bir, mavinli də yox, balaca bir məmurunu göndərdi.
danışıqlara birinci dərəcəli yox, ikinci yox, üçüncü dərəcəli bir adamını göndərdi danışıqlara, özü getmədi. Deməli,